Salam, hər vaxt xeyir olsun. Xırdalan şəhərində 20 yaman gedən avtobus dayanacağına, yəni 119 avtobus dayanacağına yaxın belə bir kötəli həyət hesabdır. Biz hazırda evin həyətindəyik. Yəni evdə həyətini tamamlama işləri gedir. Yəni həyət daşla döşənir. 2 otaqdan ibarətdir. Yəni kombi aparatı qoymaq üçün yeri var. 2 daş hündürlüyündə tikilib. Bura mətbəxidir. Döşəmə istipoldur. Bura yataq otağıdır. Döşəməsi laminatdır. Bura sanitar qovşağıdır. Bura qonaq otağıdır. 2 otaqdan ibarətdir. Yəni qapılar qoyulacaq. Evin qapıları qoyulacaq. Burada elə belə uşaq otağı kimi nəzərdə tutulub. Yəni 2 otaq sahədə 45.000 manata deyir, cüzi endirim olacaq. Sənəd bələdiyyənin qiymətləmə kağızı.